Azərbaycan Prezidenti əmək məcəlləsinə olan dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən Azərbaycanda minimum əmək haqqı ildə ən azı bir dəfə baxılaraq artırılacaq. Bu, bir tərəfdən minimum əmək haqqındakı artımda mütəmadiləyin, dövrlüyün təmin olunmasına imkan yaradacaq. Eyni zamanda biz praktik olaraq minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılmasını müşahidə edəcəyik və əslində eyni zamanda həm də minimum əmək haqqındakı artımların qanuniləşməsi və qanunla tənzimlənməsi anlamına gəlir. Nəzərə alsaq ki, minimum əmək haqqında gözlənilən artım yalnız az maaş alan vətəndaşlarımızın deyil, eyni zamanda vahid tarif cədvəlinə uyğun olaraq maaş alan vətəndaşlarımızın da əmək haqqlarına təsir göstərəcək. Belə ki, hazırda vahid tarif cədvəlinə uyğun olaraq ən aşağı maaş 400 manat, yüksək maaş isə 1150 manat. Söhbət dövlət idarəsində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızdan gedir və minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul olunduqdan sonra Nazirlər Kabineti tərəfindən bir ay müddətində vahid tarif cədvəli üzrə vəsf maaşlarının uyğunlaşdırılması həyata keçirilir. Bununla da praktik olaraq dövlət qurumlarında çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əmək haqqlarında artımlar qeydə alınır. O baxımdan minimum əmək haqqının artırılması həm də vahid tarif cədvəlinə uyğun maaş alan və dövlət qulluqçusu olmayan vətəndaşlarımızın da əmək haqqlarının artmasına imkan yaradacaq. Eyni zamanda minimum əmək haqqının artırılması həm də dövlət özəl sektorda maaş artımları deməkdir. Çünki praktik olaraq minimum əmək haqqı ilə bağlı qərar verildikdən sonra özəl sektorda da minimum əmək haqqı məbləğindən az əmək haqqı ödənişi mümkün olmayacaq. Bu isə ona xəbər verir ki, praktik olaraq biz minimum əmək haqqı artırıldıqdan sonra özəl sektorda da əmək haqqı artımlarını müşahidə edəcəyik. Bütövlükdə minimum əmək haqqının artırılması 700 mindən artıq vətəndaşımızı əhatə edəcək. Cənab Prezident tərəfindən məcəlləyə edilən dəyişikliklər təsdiq olunub. Bu o demək ki, artıq yeni dəyişikliklərə uyğun olaraq biz növbəti dövrlərdə minimum əmək haqqındakı artımı müşahidə edəcəyik və praktik olaraq yeni dəyişikliklərdən sonra minimum əmək haqqının məbləği ildə ən azı bir dəfə baxılacaq.